əmək müqaviləsinin müddətinin uzadılması iddiasında olan müəllimlər sertifikasiya nəticəsi olmadığı təqdirdə biz o məsələlərə ümumiyyətlə baxmayacağıq. Yəni, arzu olunan odur ki, onlar mütləq sertifikasiyada, əgər fəaliyyətlərini davam etdirmək istəyirlərsə 65 yaşından sonra, tədris prosesində iştirak etmək istəyirlərsə, onlar sertifikasiyada da iştirak etmələri arzu olunandır. Çünki biz yaş həddinə çatan müəllimlərlə uzadılma qərarını verəndə mütləq qiymətləndirmə nəticələrinə baxmalıyıq və bu qiymətləndirmə sertifikasiya nəticəsidir. Əgər biz yaş həddinə çatmış müəllimin nəticəsini bilmiriksə, o barədə heç bir təsəvvürümüz yoxdursa ki, bu nəticəsi necədir, keyfiyyət yüksəkdir, aşağıdır və bu barədə məlumatlarımız olmadığı təqdirdə biz uzadılma barədə qərarlar qəbul edə bilməyəcəyik. Ona görə buradan həmin şəxslərə də çağırışımız ondan ibarətdir ki, onlar əgər uzadılma iddiasında olsalar, mütləq sertifikasiya mərhələsində də iştirak etmələri arzu olunandır. İkinci məsələ, mən təkrar sertifikasiyada uğur qazanan müəllimlərin müsahibə mərhələsi ilə bağlı qeyd etmək istəyirəm ki, həmin şəxslər, yəni bu şənbə günü olan imtahandan sonra uğurlu nəticə göstərən müəllimlərin müsahibə mərhələsi də nəzərdə tutulur. Bu mərhələ olacaq bizim deməli ümumi müsahibə mərhələsində. Bu da təxminən avqust ayına təsadüf edəcək. Onlar əmək məzuniyyətindən geri qayıtdıqdan sonra avqust ayının sonlarına təxminən daha öncədən, qabaqcadan elan verəcəyik.